to var. Used to nədir? Used to şərti keçmişə nəzərən gələcəyin gedərdim, gələrdim. Axı, keçmişə nəzərən gələcək, ağzında gələcək deyirsən, bu gələcəyə aiddir axı. Pulum olsaydı Antalya'ya gedərdim. Bəs yaxşı, bir vaxtlar gedərdim necə olsun? Deyirəm, gəlin buna deyək, I used to go. Tamam mı? I used to go. Bunu keçirsən ayrıca bir ifadə, bir dənə sözdür, qoyursan. I go, qoyursan I used to go. I am or I used to be. Sən demək I used to be. Mən bir vaxtlar idim. Məsələn, mən bir vaxtlar müəllimə idim, da deyilsən. I used to be a teacher. Bir vaxtlar mən Gəncədə yaşayırdım. I used to live in... Yox, niyə be ki? Be o idimdir. I used to live in Gəncə. Bəs yaxşı. Bir vaxtlar mən uzun saçlarım var idi. Var olmaq, sahib olmaq nədir? I used to have. Görsən, məntiq. Adi, məsələn, mənim uzun saçım var. I have long hair. I have long hair. Okay. I have aralıyıb ortaya bir dənə used to qoyursan. Da vili hara qoyursansa, would hara, modal feil hara qoyursansa, used to hara qoyursan. Onu da gedi sayaq. İngilis dilində modal feillər kimi qəmiş sözlər var. Girir feillə şəxs əvəzliyin arasına. Neçə dənədir say barmağında? Getdik can, may, must, should, will, would, used to. Bitti. Da yoxdur eşinə. Yaz bunu belə də arıcılıq. Belə, heç kimdə belə struktura yoxdur. Yəni, sən bunu başqa heç, nə kitabda, nə kiminsə ağzından eşidə bilməzsən. Bu dilə başqa cür yanaşmadır. Ən qısa yanaşmadır, yəni. Və bu şeyləri, bütün dillərdə eləmişəm. Prosta beynin tezliyi çatmalıdır, bunları tez-tez həzm eləməyə. O isə anadan gəlmə olur, onu qazanırlar. Yəni, anadan gəlməyə heç nə yoxdur. Biz də bürcə görə insan tipi dəyişə bilər. Məsələn, ən mütəhərrik düşüncəli adamlar var, asta yeri adamlar var. Məsələn, şiirlər çevik deyil, məsələn. Belədirlər. Məsələn, tam çevik